Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz yoldaşlara, sirdaşlara salam ərz edirəm. Biz bu günlərisi Milli İrfanın 21-ci hissəsində Təbrizdə bir sıra bəhsləri biz qabağa apardıq. O cümlədən bir qəzəl ilə İmaduddin Nəsimidən başladıq ki, Dilbəra dil səndən özcə bir daxiyar istəməz, çün müyəssər oldu vəslin qeyri didar istəməz, könlümü eşqini qismət çün əzəldən qıldı həq, ta əbəd eşqindən özgə nəsnə zinhar istəməz. Bu qəzəl ilə biz bəhsləri orada başladıq. Sonralıqda milli irfanın ilgisini hökmdarlıqla, qanunla, yasa ilə ortalığa qoyduq. O cümlədən bu hissədə biz Çəngizxanın yasasından bir neçə dənə maddələrindən oxuduq ki, bu maddələr necə bəşəriyyəti eləyə bilir mədəniyyətə və ipə sapa çəksin və bir para bu maddələr də qanunlar da demək olar İslamdan alınmasını orada biz göstərdik. O cümlədən məsələn burada gəlirdi ki, zinakar insan möhsünə ilə qeyri-möhsünə ilə gərək ölsün. Ya o insani ki əmdən yalan danışır, caduya, sehrə sarı gəlir, özgələrin işində təcəssüs eləyir, ya cəmi bir savaşıqda bir qrupun, özəl bir qrupun dəstəkləyir, onu gərək öldürəsən. Ya o insani ki idrara, suya peşav eləyir, idrar eləyir, ya küllüyə peşav eləyir, onu gərək öldürəsən. Çün su hər halda kutsalıdır. Oddan da qalan demək olar ki, küllük o da elə kutsallığı demək olar vardı. Kimsə icazəsiz bir əsrə paltar verə ya qəza verə, gərək nə mənə idi, ölərdi. Fəqirlərdən, zahidlərdən, döhtürlərdən, alimlərdən, ariflərdən, qazilərdən, əzançılardan, ölüyanlardan heç vaxt vergi və maliyyat alınmamalı idi. Ya bir nəfər sizə qəza gətdi hədiyyə ünvanında, ehsan ünvanında, sizin həqqiniz yoxdur ondan yiyəsiz. Məyərin ki, o ehsan verən nə mənədir, özü ondan yiyə və siz də ondan baxasınız. Dinlər və firqələr hamısı azaddırlar. Kimsə firqələrin və məzhəblərin arasında təbiz qoymamalıdır. O əsasda, məsələn, xanımlara deyildi ki, kişilər olmayan vaxtı, o zaman ki, kişilər savaşa gediblər, xanımlar kişilərin görevlərini öhdələrinə götürməlidirlər. Yalan danışmaq, oğurluq yasaq işlərdəndir. Həmsayan həqqini gərək riayət eləyəsiz. Vergini gərək öz ixtiyarı ilə gətirib pərdaxt eləyəsiz. Məbədlər vergidən maafdırlar. Qocaların, dilənçilərin ehtiramı vacibdir. Hər kim bundan, bu maddələrdən boyun qaçıtsa, onun gərək boynunu neyniyəsən, vurasan. Bir-birinizi sevin, yaman deməyin, xiyanət eləməyin. Kimsə bundan üz çöndərsə, demək olar gərək boynu vurulsun. O əsasda çoxlu şeylər var idi ki, adam baxırdı ki, bunların bir teydat yasalarından, o cümlədən birdən məsələn deyildi ki, bir nəfər bir at oğurlasa, o at tapılsa, oğurlansa, görünsə ki, tərəfin təkcə varlığı o bir atdır, oğru gərək 9 dənə at ona versin. Əgər eləyənməsə bu işi görə, gərək fediyyə verə, ya uşaqlarından ona bağışlaya. Heç biri də olmasa, gərək o adamı qoysan yerə, qoyun kimin başını neyniyəsən, kəsəsən. O əsasda belə bir demək olar yasalardan ki, möhkəm qaydalardılar ki, bəşəriyyəti eləyə bilir, mədəniyyətə çəksin
Hətta Çəngizxanın o nizami nübuğundan keçsəkdə bir para yazıçılar deyirlər ki, indiki bu aləmdə də hər bir 20 nəfərdən bir nəfərin jenini axtarsan elə Çəngizxana qeydəcəkdir. Bu adam eləyə bildi ki, bütün o taifələri birləşdirsin, adlarına Moğol qoysun və neynəsin, dünyanı fəth eləsin. Sonralıqda biz gəldik nə mənədir? Məsnəvidən 400 demək olar 530-cu beytidən başladıq. Neçə beyt o nəsraniləri öldürən şahın nağılından orada şərh etdik. O cümlədən 530-cu beytdə deyildi ki, باچنین قالب خداوندی کسی چون نمیرد گر نباشد او خسی بس دل چون کوه را انگیخت او مرغ زیرک با دو پا آویخت او hak gününde ölmesin bes neynesin olmasa pırpız eğer gammaz leyin. Yumuşattı daş bağırlar qəlbini, baş ayaq astı tutulmaz tutini. Bu həmən nağıldan və Allahın o gücündən ki, Allah qalibun əla əmrih deyə, lakinnə əksərən nas la yələmun. Ki, Allahın öz əmrinə əhatəsi vardı və qələbə çalır. Amma çoxlu adamlar bundan agah deyirlər. O cümlədən Həzrət Əliyin o məruf cümləsi ki, ərəftullahə bi fəsxil əzaim. Mən Allah hardan tanıdım o yerdən ki, təsmimləri bu fəsx elədi. Orada nədir? Baxırıq. Gəlirik burada yenə də o irfani türkü, mərifəti, həqiqəti ilə irfani şubi, farsi, məcusin arasında bir təfkik, ayrılama biz qail olduq. O da təslim düşüncəsi idi. Biz dedik ki, farsi, şubi, məcusi, hindi irfanda təslim vardır. Məsələn, Hafizin o şeirinə baxanda deyir ki, ای دلن در بند زلفش از پریشانی منال مرغ زیرک چون به دام افتد تحمل بایدش ya تحمل ləcnən təslim olcunan filan. Amma siz türkü milli irfanına baxanda İmaduddin Nəsimini görürsünüz ki, deyir ki, ey bülbülü qudsi nə giriftarı qəfəssən sındır bu qəfəsi taza gülüstan tələb eylə. یا مولانا deydi باز آمدم چون ایده نو تا قفل زندان بشکنم وین چرخ مردم خار را چنگال و دندان بشکنم نی منم بر خان تو سرخیل مهمانان تو جامید و با mehman زنم تا şərm mehman بشکنم. Bu beşkənlər, o qəfəsi sındırmaqlar, yəni təğyir və devrim düşüncəsinə dayanaraq bizim irfanımızın ən yaxın və önəmli və dəyərli müəllifələrindən sayılır. Sonralıqda burada gəldik Harut-u Marutun nağılına bir işarət elədik. Ondan sonra nəsx nə mənədir, məsx nə mənədir, rəsx nə mənədir, fəsx nə mənədir. Bunlara bir yol işarələri elədik və bir para o mutəzəli firqələrdən ki, qail də tənasuxa onlardan da ad apardıq. Sonralıqda cələsənin sonunda biz Şəms divanından bir qəzəl ilə qurtardıq ki, o 117-ci qəzəlidir ki, orada Mövlana Təbriz məktəbindən ad aparanda Təbrizi rəşq-i Çin deyir. Yəni Çin ki, orada materialistidir, maddədir. در واقع Təbrizi ruh və məna bilir və oradan nə mənədir? Oradan Çin ilə bunu bu ünvan rəqib və hərf görür. Az dur bedide şəms din ra, fəxr Təbriz و rəşq Çin ra. Yaxşı, kim gördü uzaqdan şəms dini? Həman Mövlananın özüydü ki, Təbrizin fəxri şəms idi və Təbriz məktəbi də Çinin materialismin bir növ rəşqi və rəqibi sayılırdı. Deyir, şəms gəldi mənə yaxınlaşdı, qofta o ki, kira koşən bezari, dedi ki, indi mən bir nəfərin cəhbaşını kəsəm, bir nəfərin burada köhnə kimliyi, köhnə varlığı, köhnə məfkurəsi, köhnə əqlaniyyəti vardı. Onu gəh qoyaq yerə kəsək, o kimdir? Qoftəmş ki, bəndə-i kəmin ra. Mən ona dedim ki, elə məni burada sən kəsməlisən. Elə mən deyən kiminin qoftən bud و nagahani az qeyb گشاد و kəmin ra. Və bu neynədir? Bu işi gördü. Ta qəzəlin sonunda gəlir yetişir ki, ey mutrib eşq, ey mutrib eşq şəms dinəm, can تو که بازگو همین را چون می نرسم به دست بوسش
بر خاک همی زنم جبین را. Mənim ki, əlim Şəmsidən qıssa gəlibdir. Mən təhcə eləyə bilərəm ki, toprağı alnımı qoyam, öpəm və Şəmsidən Təbriz məktəbindən neyniyəm, yad eləyəm. Bu geniş söhbət ki, saat yarım demək olar çəkir. Əzizlər, istərsəz biz YouTube-da bunu yükləyəcəyik. Orada siz neynəyə bilərsiniz? Buna qulaq asa bilərsiniz. Sağ olasınız, var olasınız.